22-sində Azərbaycan Respublikasına dövlət səfərinə gələn Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkmənistan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyev Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovu qarşıladı. Qarovul farağa! Qarovula! Al! Diqqət! Sağa! Fəxri qarovul dəstəsinin rəisi Türkmənistan prezidentinə raport verdi. Cənab Türkmənistan prezidenti, sizin Azərbaycan Respublikasına gəlməyiniz şərəfinə fəxri qarovul düzülüb. Qarovul rəisi polkovnik leytenant Quliyev. Türkmənistanın və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirildi. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovun qarşısından keçdi. Azərbaycan nümayəndə heyətinin üzvləri Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu. Dövlət başçıları rəsmi foto çəkdirdilər.